Xocavənd şəhəri növbəti sakinlərini qarşıladı. Daha 17 ailə üçün vətən həsrəti bitdi. Onlar uzun illərdən sonra yenidən doğma yurtda olmağın sevincini yaşayırlar. Bir gün olsa gedək orada yaşayaq, sonra ölək. Yəni indi o nəsib oldu. Üç uşağım üçü də bura gələcək. Yoldaşım da buradadır. Öz evimizdir. Biz burada bunun həsrətini çox çəkmişik. Biz bura yaşamağa gəlmişik. Çox şükür ki, öz evimizə qovuşduq, öz torpağımıza, öz havamıza, yurdumuza, yuvamıza qovuşduq. Yəni şükür olsun. 35 ildir bu torpağın həsrətindəyim. Adi belə bir söz var, deyir, gəzməyə qəlb ölkə, ölməyə vətən yaxşı. İndən belə mən elə başa düşürəm, bir 15 il ömrüm artacaq bu torpaqlarda. Həmin sevincimlə bağlı, həmin bu Qarabağın havası ilə bağlı, təbiəti ilə bağlı. Yenidən qurulan və bərpa edilən digər şəhər və kəndlərimiz kimi Xocavənddə də sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri imkanlar yaradılıb. Rəşdə Zülfüqarova, Elgün Qəmbərov, Elnarə Həsənova, ASTV Xəbər.